Bu ilin ilk rübündə Azərbaycanda adam başına düşən istehlak xərci 367 manat 76 qəpik olub. Yenavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə adam başına düşən istehlak xərci 5,2% artıb. Məlumat üçün bildirək ki, bu ilin ilk rübündə əhalinin istehlak xərclərinin 165 manat 30 qəpiyi qida məhsullarının alınmasına sərf olunub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5% artım göstərib. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayında istehlak xərcləri arasında ən çox artım alkoqollu içkilərə sərf olunan vəsaitdə qeydə alınıb. Belə ki, 2025-ci ilin ilk 3 ayında alkoqollu içkilərə adam başına orta hesabla 2 manat 24 qəpik xərclənib ki, bu da ötən illə müqayisədə 9,8% çoxdur. Ən az artım isə su, işıq, qaz və digər yanacaq növlərinə sərf olunan vəsaitdə müşahidə edilib. Bu istiqamətdə adam başına düşən xərclər 29 manat 23 qəpik təşkil edib və bu ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,3% artım deməkdir. Cədvəldə 2024 və 2025-ci illərin ilk rübə ərzində qeydə alınan adam başına düşən istehlak xərcləri və artım faizləri göstərilib.